Riyaziyyata aid belə bir buraxılış sualı verilmişdir. M parametrinin hansı ən kiçik tam qiymətində y bərabərdir x kvadratı plus m çıx 6 x plus 16 funksiyasının təpə nöqtəsi 3-cü rübdə yerləşər. Əvvəlcə qeyd edək ki, 3-cü rübdə yerləşməsi üçün x kiçikdir 0, y kiçikdir 0 olmalıdır. Daha sonra bizdən təpə nöqtəsinin koordinatlarını deyir. Təpə nöqtəsinin n bərabərdir mənfi b bölək 2a-ya, n bərabərdir 4ac çıxaq b kvadratı bölək 4a-dır. Bizim bu funksiyanı yazaq. Y bərabərdir x kvadratı plus m çıx 6 x plus 16. Burada a bərabərdir 1-ə, b bərabərdir m çıx 6-ya, c bərabərdir 16-ya. M aparıb yerinə qoysaq, m bərabərdir mənfi m çıx 6 böyle 2 çıx 1. Biz dedik ki, x sıfırdan kiçik olmalıdır. Onda bunu mən x sıfırda kiçik yazıram. Və onda 6 çıxaq m mənfi var deyə işarənin yerini dəyişirəm. Bölək 2 kiçikdir 0. 6 çıxaq m kiçikdir 0. M böyükdür 6-dan. Bu birinci şərt. İndi n-i yerinə qoyaq. M bərabərdir 4 vuraq 1 vuraq c 16 çıxaq b-nin kvadratı m çıxaq 6-nın kvadratı bölək 4 vuraq 1-ə. Bunu açaq. 64 çıxaq m kvadratı 12m plus müxtəsər vurma düsturudur. Bilirik ki, bölək 36 görsənmir, bölək 36 daha doğrusu bölək 4 bərabərdir 64 çıxaq m mörtəzəni açıram, mənfi var deyə müsbət olur. İçəri m kvadratı plus 12m çıxaq 36 bölək 4 bərabərdir. Deməli, 64-dən 36 çıxdıqda 28 çıxaq m kvadratı plus 12m kiçikdir, böyük bölək 4 kiçikdir dedik ki, y-də 0-dan kiçik olmalıdır. Onda yenə kiçikdir 0 şərtini yazırıq. 28 çıxaq m kvadratı plus 12m kiçikdir 0-dan. Mənfi m kvadratı olduğu üçün hər tərəfi mənfi 1-ə vurub işarəni dəyişsək, onda m kvadratı belə deyək də, mənfi vuraq mənfi 1-ə. M kvadratı çıxaq 12m çıxaq 28 artıq böyükdür 0-dan. İndi bunun kökləri nədir? M çıxaq 14-dür. Biri 14-dür, biri də m çıxaq 2. Çünki vurduqda 28 edir. Topladıqda, yəni çıxdıqda 12 eləyir. Daha doğrusu plus olmalıdır burada. Aha. Böyükdür 0. İndi ədəd oxu çəksək, qeyd edirəm, mənfi 2, 14. Böyükdür olduğu üçün biz bilirik ki, çıxaq plus. Mənfi sonsuz böyükdür olduqda birləşməni götürürük. Mənfi sonsuzluqdan mənfi 2-yə, 14-dən müsbət sonsuzluğa və heç birini almır. Bu bir şərtdir. İkinci şərt də burada var. Onda bunların üçünü də birləşdirsək, yəni mənfi 2, 6 və 14. Mənfi sonsuzluqdan mənfi 2-yə, 14-dən müsbət sonsuzluğa və 6-dan müsbət sonsuzluğa. Görürük ki, artıq burada kəsişmə 14-dən müsbət sonsuzluğadır və heç birini almır. Bizə deyirdi ki, şərtində ən kiçik, hansı ən kiçik tam qiymətində bu ifadə funksiyası 3-cü rübdə yerləşir. Ən kiçik olması üçün 14-dən sonraki ən böyük, ən kiçik qiymət 15-dir.